Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin ve alihi tahirin ve la'netullah ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin emma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Xanım Fatimə Zəhra salamullah aleyhanın əyyamıdır, əyyam günləridir. Allah Teala bizi əhl-i beytlə məşhur eləsin. Xanım Zəhranı bizə şəfaatçı qərar versin inşallah. Mən söhbətə başlamamışdan əvvəl Zəfər günü ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Sabah inşallah bizim Zəfər bayramımızdır, qələbə bayramımızdır. Allah Teala bizim qələbəmizi əlimizdən almasın, daimi etsin. Allah Teala bizim şəhidlərimizi qəriq rəhmət eləsin. Onların bizim boynumuzda çoxlu haqları var. Onlar o fədakarlığı etməsəydi, biz bu günləri görə bilməzdik. Allah Teala bütün əskərlərimizi, bütün ordumuzu qorusun. Ordumuzun bütün heyətini, bütün şəxsi heyətini Allah Teala hifz etsin, qorusun. Əskər balalarımızı qorusun, onları sağ-salamat öz ev və eşiklərinə qaytarsın inşallah. Allah Təbarək və Teala xalqımıza yaman gün göstərməsin. Allah Teala xalqımıza hidayət, səadət, firavanlıq nəsib eləsin, xoşbəxtlik nəsib eləsin inşallah. Allah Təbarək və Teala bizi bir-birimizə mehriban qərar versin. Qəlbimizdə bir-birimizə qarşı məhəbbət bəsləyək inşallah. Və bu qələbə günü təkcə qələbədən ibarət deyildir. Baxmayaraq ki, qələbə elə hər şey özündə ehtiva edir, amma bu həm də bizim ərazi bütövlüyümüzün bərpası idi. Bu bizim itirilmiş o şan şöhrətimizin, itirilmiş ləyaqətimizi qaytarmaq idi. Onun bərpası idi. Yəni, sanki Azərbaycan insanı çox şey itirmişdi. Öz ləyaqətin, şərəfini itirmişdi onunla. Bilirsiniz, məğlubiyyət böyük sözlə ifadə olması deyil məğlubiyyətdə. O qədər rəzillik var ki, o qədər problemlər var ki, o qədər mənfi şeylər var ki, heç bir xalq onu qəbul etmək istəmir. Amma 30 ildir bu məğlubiyyəti bizə zorla qəbul etdirmişdilər. Allaha çox şükürlər olsun ki, biz yenidən toparlandıq, toparlana bildik, yenidən özümüzə gəldik və elə bir ruhla, elə bir güclə düşmən üzərinə getdik ki, düşmən bizim torpaqlarımızı tərk etdi, tərk etməyə məcbur qaldı. Bu Allahın bir lütfüdür. Bu Allahın xalqımıza bir lütfü idi, həm də o işğalçılara bir qəzəbi idi. Allah Təbarək və Teala bunun qədrini bilməyi bizə nəsib eləsin. Həqiqətən bunu, qələbənin qədrini bilək, onun sevincini yaşayaq. Allah Teala bizim xalqımıza həmişə qələbələr nəsib eləsin inşallah. Yenidən qaydaq əyyam məsələlərinə, Fatimə Zəhra salamullah aleyhanın günlərinə. Bilirsiniz ki, bu günlərdə biz əsasən xanım Zəhra haqqında danışarıq. Xanım Fatimə Zəhra salamullah aleyha bizim dəyərlərimizdən biridir. Həqiqətən də xanım Fatimə Zəhra gözəl nümunədir. Peyğəmbərimizin öz əli ilə yetişib, tərbiyələnib və Allahın seçib bəyəndiyi bir şəxsiyyətdir. Biz Həzrəti Məryəmi Qurandan öyrənirik, digər dini kitablardan öyrənirik. Həzrəti Məryəmlə bütün bəşər fəxr etməlidir. Eyni zamanda Həzrəti Fatimə Zəhra salamullah aleyha ilə də bütün bəşəriyyət fəxr etməlidir ki, bəşəriyyətin belə bir qızı var, belə bir qadın var. Ümumiyyətlə, bütün qadınlar Fatimə Zəhra ilə fəxr etməlidir ki, bir qadın necə o məqama yetişə bilər, bir qadın necə böyük bir nümunəyə çevrilə bilər. Bax, bu Fatimə Zəhra salamullah aleyhanın özəlliyidir. Mən istəyirəm ki, bir neçə xüsusiyyətinə toxunum, onun ibadətinə toxunum
Xanım Fatimə Zəhra salamun aleyha hər şeydən əvvəl Allaha bəndə idi, Allaha qul idi və onunla fəxr edirdi, bu xüsusiyyəti ilə fəxr edirdi. Allah təbarək və Teala da xanım Fatimə Zəhranın ən çox bəyəndiyi xüsusiyyəti məhz onun qulluğu idi, onun bəndəliyi idi. Allaha bəndəlik ağlın və kamalın nümunəsidir. Kim Allaha bəndə ola bilirsə, nə qədər çox bəndə olursa, onun ağıl və kamalı o qədər inkişaf etmiş deməkdir, inkişaf etmiş olur və ağlın və kamalın göstəricisidir bu. Xanım Fatimə Zəhra salamun aleyha Allaha bağlı, Allaha aşiq, ibadətə aşiq bir bəndə idi. Bilirsiniz ki, tarixdə Həzrəti Peyğəmbərimizin dilindən və digər hədislərimizdə, kəlamlarımızda qeyd olunub ki, neçə xanım seçilmiş xanımdır. 4 dənə xanım seçilib və ən üstün xanımlardır. Onların ikisi əvvəlki ümmətlərdəndir. Onlar kimdir? Məzahimin qızı Asiya xanım, yəni Fironun həyat yoldaşı idi. Allah təala onu Quranda tərifləyir. Sonra İmranın qızı Məryəmdir. Yəni Məryəm xanım, İsa peyğəmbərin anası Məryəm xanım. Allah təala Qurani-Kərimdə onun adında bir surə nazil eləyib və Quranın müxtəlif yerlərində Allah təala onu tərifləyir, onun xüsusiyyətlərini qeyd edir. Sonra Həzrəti Peyğəmbər buyurur ki, ikisi isə mənim ümmətimdəndir, yəni son ümmətdəndir, İslam ümmətindən. Onlar kimlərdir? Xüveylidin qızı Xədicə, yəni Xədicə xanım, Fatimə Zəhranın anası Xədicə xanım İslamı ilk qəbul etmiş qadın və digəri isə Muhammedin qızı Fatimədir sallallahu aleyhi və aleyh. Və sonra buyurur ki, və Fatimətu a'ləmuhunnə və əfzaluhunnə. Fatimə onlardan daha üstün və daha elmlidir. Peyğəmbərimiz bu kəlamında Həzrət Fatiməni üstün bilir digərlərindən. Maraqlı cəhət budur ki, Xədicə xanımın həyatı ilə, yəni Xədicə xanımın etdiyi iş və əməli ilə Asiya xanımın işi və əməli uyğun gəlir. Düzdür, müəyyən fərqlər var şübhəsiz, amma ən çox uyğun gəlir Xədicə xanımla Asiya xanımın əməli. Bunda ki, hər ikisi dünyadan imtina etdilər. Asiya xanım da dünyadan imtina etdi. Həzrəti Musa Peyğəmbərə iman gətirdi və bütün var dövlətindən, şan şöhrətindən, yəni Fironun həyat yoldaşıdır, təsəvvür eləyin, hər bir şey onun ixtiyarındadır, o imtina etdi və sonra ölümü seçdi. Yəni, öldü, amma imanından dönmədi. Xədicə xanım da bütün o şöhrətdən, böyüklükdən, hamısından imtina etdi. Nə qədər böyüklərin, Məkkə böyüklərinin elçiliyini geri qaytardı, rədd etdi, amma Həzrəti Peyğəmbəri seçdi. Peyğəmbərin var dövləti yox idi, yetim idi, var dövləti də yox idi. Amma ağlı, kamalı, onun əxlaqı, onun gözəlliyi Xədicə xanımı özünə vurğun etmişdi. Və Xədicə xanım məhz o yetim uşağı seçir, o kasıb şəxsi seçir, onunla evlənir və bütün var dövlətini onun ixtiyarında qoyur ki, Allah yolunda payla. Və Həzrəti Peyğəmbər də onu Allah yolunda paylayır. 3 il iqtisadi mühasirə dövründə Xədicə xanım o qədər zəiflədi, yəni çörək yox idi, yemək yox idi. O qədər zəiflədi ki, axırda mübarək bədəni o xəstəliyə dözə bilmədi, o zəifliyə dözə bilmədi və vəfat edən acılıqdan o günə qaldı, vəfat etdi. Amma bir dəfə də demədi ki, ilahi, nə üçün, niyə belə oldu? Mən axı bütün var dövlətimi sənin yolunda qurban vermişdim, sənin Peyğəmbərimin yolunda qurban vermişdim. Nəyə görə belə oldu? Demədi. Demək istəyirəm ki, dünyadan imtina etdi, var dövlətindən, şan şöhrətindən imtina etdi. Bu xüsusiyyət onu Asiya xanımın xüsusiyyətinə yaxınlaşdırır, onu Asiya xanımla bərabərləşdirir. Amma Fatimə Zəhra salamun aleyha isə ən çox Məryəm xanıma oxşayır. Onun ibadəti, birinci budur, Allaha aşiqliyi, Allaha vurğun olması. Həzrəti Məryəmin xüsusiyyəti nə idi? Elə birincisi bu idi. O Allahın aşığı idi, Allaha qul idi.
Allaha ibadət edirdi və ibadətdən yorulmurdu. Quran-ı Kərim Həzrəti Məryəmi siddiqə kimi tanıtdırır. Siddiqə. Sonra iffətli kimi tanıtdırır. Siddiqə yəni Allahı canı dildən təsdiq eləyən. Yəni həm iman gətirir. İman nədir? İman təkcə dillə iqrar etmək deyil. Əmirül-Müminin buyurur ki, iman odur ki, qəlbən təsdiq eləyəsən, dillə iqrar eləyəsən və əzalarınla hərəkət əməl eləyəsən. Yəni onu təkcə qəlbində saxlamayasan, onu gərək əməli, praktiki şəkildə göstərəsən imanını. Buna deyirlər iman. Yəni iman qəlb, dil və əməlin qarışığıdır. İman budur. Buna təsdiq deyirlər. Canı dildən təsdiq etmək budur. Yəni Allaha iman gətirdim və əməllərimlə bunu göstərirəm, ona ibadət eləyirəm. Ona həmdü səna eləyirəm, onun əmrlərini yerinə yetirirəm, qadağalarından çəkinirəm. Bu olur iman. Həzrəti Məryəm xanım bunun zirvəsində idi. Qəlbən aşiq və ibadətdən yorulmurdu. Allah Teala ona mövsümə aid olmayan meyvələr göndərirdi. Həzrəti Zəkəriyya Peyğəmbər dəfələrlə onun yanına gedəndə görürdü ki, qeyri-adi yeməklər var, qeyri-adi meyvələr var. Soruşurdu ki, ey Məryəm, bunlar hardandır? Həzrəti Məryəm cavab verdi ki, bunlar Allah tərəfindəndir. Allah istədiyinə hesabsız ruzi verər. Çox gözəl bir səhnədir. Həzrəti Zəkəriyya Peyğəmbər o qədər təsirlənir ki, Zəkəriyya Peyğəmbər qoca idi. Məryəmin hamisi idi, belə deyək ki, kəfili idi, hamisi idi. Amma o vaxta qədər övladı olmamışdı Həzrəti Zəkəriyya Peyğəmbərin. Məryəm xanımın bu sözündən təsirlənir, onda riqqətə gəlir, dua edir, ilahi. Mənə də övlad ver. Sən ki hesabsız ruzi verirsən. Sanki Məryəm xanımın dilindən o sözü eşidən kimi onun qəlbində bir qapı açıldı, bir pəncərə açıldı. Bu Allah tərəfindəndir. Allah istədiyinə hesabsız ruzi verir. Hesabsız yəni sən elə bilirsən ki, yox, buradan ruzim gəlməz, bu mümkün deyil, tarlam yanıb mənim. Amma deyir ki, Allah hesabsız, yəni sənin hesab etmədiyin yerdən ruzini getirir. Bu mövsüm qış mövsümüdür, yay meyvələri olmaz. Amma o sənin hesabındır. Allahın hesabı ayrıdır. Mən qocalmışam, övladım olmaz daha. Deyir, sənin hesabında o. Zəkəriyyə Peyğəmbər onu anlayır. Ki, mən qocalmışam, daha övladım olmaz. Yox. Məryəm dedi ki, Allah hesabsız ruzi verəndir. Onda Zəkəriyyə Peyğəmbər Peyğəmbərdir, özü bunları Məryəmdən daha yaxşı bilir, o Məryəmin müəllimidir. Amma bəzən görürsən ki, insan kiminsə dili ilə bir söz Allah Teala eşitdirir ona. Sanki orada demək istəyir ki, indi məqamdır, istəyirəm ki, sən dua eləyəsən. Onu vaxtı çatıb dua eləyəsən. İstəməndən. Bunu bəzən başqasının bir hadisə ilə, kiminsə sözü ilə, kiminsə əməli ilə Allah Teala insana başa salır. Orada Məryəm xanımın dilindən bu sözü eşitməsi sanki Allah Teala Məryəmin dili ilə Həzrət Zəkəriyyəyə başa saldı ki, vaxtdır indi dua elə. Ondan Zəkəriyya Peyğəmbər çıxır oradan, dua edir ki, ilahi, sən hesabsız ruzi verənsən, mən səndən övlad istəyirəm. Oğlan övladı. Onda Allah Təbarək və Teala onun duasını qəbul eləyir və Həzrəti Yəhyanı verir ona. Məryəm xanımı Allah Teala bu cür vəsf eləyir. O siddiqə idi, can-ı dildən aşiq idi Allaha. Təsdiq eləyirdi Allahı. Əlləti əhsənət fərcəha. Digər xüsusiyyəti iffəti idi. Çox iffətli idi. Çox həyalı idi Həzrəti Məryəm. Bu cür xatırlayır Allah Təbarək və Teala. Məhz bu xüsusiyyətlərinə görə Allah Təbarək və Teala misli görünməmiş bir lütf eləyir ona və misli görünməmiş bir iş tapşırır ona. Ona bir övlad verir, onun bətninə üfürür və İsa Peyğəmbər orada yaranır. Atasız uşaq dünyaya gətirməli idi. Bunun təhlükəli cəhətləri çox idi o dövr üçün. Bu dövr üçün də görsən ki, hələ də təhlükələri var, cəmiyyət qəbul etməz belə bir şey.
o dövr üçün ümumiyyətlə təhlükəli idi ki, yəni necə yəni atasız uşaq dünyaya gətirmirsən? Axı buna kim inanar? Amma Allah həll etdi o məsələni. Yəni, misli görünməmiş bir iş tapşırdı Həzrəti Məryəmə. Allah Teala həmişə bir işə ki iradə etdi ki, mən bu işi görəcəyəm, bunu ki iradə etdi və onu hansı yolla olursa olsun onu həll edəcək. Allah Teala ki bir şey qərar verdi ki bu olsun, o mütləq olur və özü onun arxasında dayanır. Həzrəti Məryəm xanıma övlad verdi və tapşırdı ki, bu övladı götür, cəmiyyətə get, sən kənara getmə. Get düz məbədə, cəmiyyətin içinə və övladı onlara təqdim elə. O dövrdə bunun günahı daşqalaq idi, belə deyək. Atasız dünyaya uşaq gətirmirsən, deməli sən günahkarsan, sən edam olunmalısan, daşqalaq olunmalısan. Orada Allah Teala Həzrəti Məryəmə buyurur ki, sən uşağı götür, get, cəmiyyəti təqdim et. Həzrəti Məryəm əvvəlcə biraz çəkinir. Amma Allah buyurur ki, sən danışma, mən həll eləyərəm. Səndən kim nəsə soruşsa, de ki, mən susmaq orucu tutmuşam. O vaxt o oruc var idi. Danışsaydın oruc batil olardı. İndi yoxdur. İslamda yoxdur elə bir şey. Onlarda var idi Bəni İsraildə. Həzrəti Məryəm oruç tutdu və uşağı da götürüb getdi. Yəni, Həzrəti Məryəmin Allaha təsdiqi buradan görür. Siddiqə xüsusiyyəti buradan görünür. Allah deyibsə, vəssalam. Ya sən deyirsənsə, mən eləyərəm. Day düşünmür ki, necə olacaq. Çox aram, çox rahat. O qədər imanı var Allaha, o qədər təsdiqi var Allahla bağlı. Hacər xanım, Həzrəti İsmailin anası, İbrahimin həyat yoldaşı. Allah Teala İbrahimə əmr etdi ki, Hacər xanımla İsmaili get qoy, o otsuz, ələfsiz yerdə, dağların arasında qayıt. Bir ana ilə uşağını qoy orada da işıq yox. Yəni, indiki dövr kimi deyil ki, bir şəhər olsun. Heç nə, yaşayış yoxdur, dağların arası, qapqaranlıq, ruzi də yox, su da yox, heç nə yoxdur. Qoy orada qayıt. İndi bunu hansı qadın dözər? Hansı qadın razı olar buna? Övlad da tələf olar. Amma Hacər xanım görəndə ki, bu Allahın əmridir. Allahın əmridirsə, mən razıyam. Mən razıyam. Yəni, arxain olur Allaha. Allah deyibsə, deməli, mütləq, həm burada məsləhət budur, həm də belə Allah həll eləyər məsələləri. Onda zəmzəm suyunu Allah Teala axıdır Həzrəti İsmailin ayaqlarının altından. Bu çətin bir prosesdir, onu da deyim. Təhlükəni görürsən ki, məsələn, bütün düşmən oxu sənə tərəfdir. Öldürəcək, yəni ölməlisən indi normal vəziyyətdə. Amma Allah deyir ki, qorxma. Burada qorxmayasan, burada inanasan, qorxmayasan və narahat da olmayasan, bu iman istəyir, bu təsdiq istəyir. Həzrət Əmirül-Müminin Peyğəmbərin yatağında yatdı, hicrət gecəsində, Leylətül Məbiddə Peyğəmbərin yatağında yatdı, çox aram, çox sakit. Yəni, o Həzrət Əlini öldürə bilərdilər orada. Çünki plan bu idi ki, Peyğəmbəri yatağında öldürək. Həzrət Əlini öldürə bilərdi, amma Həzrət Əli çox aram idi, çox rahat idi. Peyğəmbərin yerində uzanmışdı orada. Ölüm yatağına uzanmışdı. Və buna təsdiq deyirlər. Həzrəti Məryəm xanım da, ilahi səndəndirsə, yaxşı. Sən həll eləyərsənsə, mən razıyam. Hansı ki, uşağı dünyaya gətirəndə Həzrəti Məryəm demişdi ki, ey kaş öləydim və unudulub gedəydim. Ki, cəmaat bilməsin ki, mən belə bir uşaq dünyaya gətirmişəm. O qədər həyalı idi, o qədər iffətli idi ki, o başa düşürdü ki, hansı sözlər eşidəcək, hansı iftiralar yaxılacaq, hansı münasibətlər bəsləniləcək.
Bunlar hamısını Həzrəti Məryəm xanım başa düşürdü, anlayırdı. Ona görə ki, kaş öləydim bundan əvvəl və unudulub gedəydim. Heç yada da düşməyəydim ki, belə bir adam var. Quran ayələridir bunlar. Amma Allah deyəndə ki, götür uşağı, get cəmiyyətin içinə, get məbədə, onda Həzrəti Məryəm çox aram, çox rahat və çox vüqarla çıxır gedir məbədə. İnsanlar da eşidəndə ki, Məryəm qayıdır, hamı onu qarşılamağa çıxdı. Qarşılamağa çıxdı, müsbət mənada yox. Onu danlamaq üçün, onu edam etmək üçün. Onda Quran-ı Kerim buyurur ki, başladılar, ay Harunun bacısı, axı sən atan yaxşı kişi idi, anan pis qadın değildi, atan pis adam değildi. Bu nə işdirsən, görmüsən? Görsüz? Yəni, mən deyə bilmərəm ki, onlar nahaq idilər. Düzdür, nahaq tərəfləri çox idi. Amma axı insanlıqda, yəni bir adam evlənməyib, bir adamın yoldaşı yoxdur, uşaq dünyaya gətirib. Axı bunun bir izahı da olmalıdır. Ona görə onlar bəzən izah istəsəydilər daha yaxşı olar. Çünki Məryəmi tanıyırdılar onlar. Məryəm İmranın qızıdır. Məryəm Peyğəmbər sülaləsinin yetirməsidir. Bunu izah istəməli idilər. Ağıllı insanlar izah istəsəydilər, yəni izah istədilər zaten. Amma o ki tələm-tələsik, o ki o səbəb bir o hikmət axtarmadan tələsik qərarlar qəbul edirlər. Ən təhlükəli insanlar onlardır. Və ən çox peşmançılıq gətirən işdə o tələsik qərarlardır. Onlar başladı iftira yaxmağa. Elə ağzını açdılar, başladı iftira yaxmağa. Həzrəti Məryəm onda işarə eləyir uşağa ki, uşaqdan soruşun. Onda onlar dedilər ki, bu beşikdəki uşaq, qundaqdakı uşaq nətər danışa bilər? Onda Allah Teala öz işini görür. Həzrəti İsa Peyğəmbər dil açır, danışır. Mən Allahın bəndəsiyəm. Allah məni Peyğəmbər qərar verib. Harda oluramsa olum, o məni mübarək qərar verib. Mənə namaz qılmağı, zəkat verməyi tövsiyə edib. Anama qarşı mehriban olmağı tövsiyə edib. Və məni anama qarşı qəddar və bədbəxt qərar verməyib. Hamı şoka düşdü ki, uşaq danışır. Görürsünüz, Allah necə həll eləyir məsələni. Allah buyurur ki, mən səhnədəyəm, mən ortadayam, bu işi mən görürəm. Sən mənə güvən. Həzrəti Məryəmi bax, bu cür Allah Teala yad eləyir. Fatimə Zəhra salamullahi aleyhanın çox xüsusiyyəti Həzrəti Məryəmə oxşuyur. Çox xüsusiyyəti. Asiya xanıma oxşayan cəhətləri də var, Xədicə xanıma oxşayan cəhətləri də var, söz yox. Elə bu dörd xanımın bir çox xüsusiyyətləri oxşardı. Məryəm xanım da istəyərdi varlı həyat tərzi sürsün. O həm kral ailəsi idi, həm Peyğəmbər ailəsi Məryəm xanım. Süleyman, Həzrət Süleyman, Həzrət Davudun nəvələri idi bunlar. O boyda məbəd, Süleyman məbədinin bütün gəlirləri onların əlində idi. Amma onlar çox sadə həyat yaşadılar. Yəni dünyadan imtina eləmişdilər. Həzrət Fatimə Zəhra salamullahi aleyha Peyğəmbərin qızıdır, yəni dövlət başçısının qızıdır. Həm Peyğəmbər, həm kral, belə deyək. Onun qızıdır. Amma o sadə həyat tərzi sürür. O dünyadan imtina eləyib. Başqaları yağbal içində yaşayarkən onlar çox sadə, ən sadə həyat tərzi sürdülər. Yəni dünyadan imtina eləmişdilər. Bu cəhətdən də oxşardılar. Amma ibadət məsələsində Fatimə Zəhra ilə Məryəm xanım əvəz olunmazdır. Onlar bir-birinə çox oxşayırlar. Düzdür ki, bizim əqidəmizə görə Fatimə Zəhra salamullahi aleyha hamısından üstündür. Çünki Peyğəmbərin açıq-aşkar sözü var burada. Hamısından üstündür Fatimə Zəhra salamullahi aleyha. Və Fatimə Zəhra salamullahi aleyha Allaha o qədər aşiq idi ki, ibadətdən yorulmurdu. İbadət sanki onun ruzisi idi, onun qidası idi. Qidalanırdı ibadətlə. İbadətdən doymurdu.
Və o bir dəfə İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam nəql edirdir. Xanım Fatimə Zəhra salamu aleyha rükuya getdi namazında. Subhana rabbiyal azimi və bihamdih. Mənim əzəmətli Allahım, əzəmətli Rəbbim pakdır, bütün eyb və nöqsanlardan uzaqdır və ona həmd olsun. Bu zikri dedi, rükunun zikrini dedi, doymadı. Yenə də Subhana rabbiyal azimi və bihamdih. Yenə də Subhana rabbiyal. O qədərdir təkrar etdi ki, nə bilim, neçə saat keçdi. Yəni həmən gecəni ancaq rükuda qaldı demək olar ki. O ibadətdən doymurdu Fatimə Zəhra salamu aleyha. O qədər Allaha aşiq idi. Həzrəti Peyğəmbər bir kəlamında buyurur ki, İnnə ibnəti Fatimə mələallahu qalbəhə və cəvarihəhə imanan ilə müşaşihə. Həqiqətən Allah Teala qızım Fatimənin bütün vücudunu imanla doldurub, imana bürüyüb onu. Başdan ayağa qədər. Bütün qəlbini, bütün əzalarını, bütün vücudunu Allah Teala imanla doldurub. Fətəfərrəqət li taatillah. O da həmişə özünü Allaha həsr edib. Özünü, bütün vaxtlarını Allaha həsr eləmişdi. Bu cür. Yəni Fatimənin evdə ev süpürməsi, yemək bişirməsi də Allaha ibadət sayılırdı. Fatimənin hər bir şey Allaha ibadətidir. Allaha xatir iş görürdü. Digər kəlamında Həzrəti Peyğəmbərimiz yenə buyurur ki, o Fatimə Zəhra salamu aleyha Allahın huzurunda öz mehrabında qalıb namaz qılarkən onun nuru göyün mələklərinə saçar. Necə ki göyün ulduzları yer əhlinə saçır. Allah bu məqamda deyir öz mələklərinə ki, ey mənim mələklərim, baxın mənim bəndəm Fatiməyə. O, xanım bəndələrimin xanımıdır. Baxın ona, huzurumda dayanıb, amma mənim qorxumdan bədəni titrəyir, ayaqları titrəyir. Bütün qəlbi ilə mənim ibadətimə sarılıb və mən sizi şahid tuturam ki, mən onun dostlarını, onu sevənlər və onun şiələrini cəhənnəm odundan ayırmışam. Aman vermişəm onlara. Elə Fatimə adının bir mənası da budur ki, o maniyədir. Fatimə yəni maniyədir. Dostları ilə cəhənnəm arasında bir maniyədir. Şiələri ilə cəhənnəm arasında bir maniyədir Fatimə. Çünki o gələr qiyamətdə bir şəfaət eləyər, Allah da onun şəfaətini qəbul eləyər və onun dediyi insanları bağışlayar. Və bunun xanımın ibadətinə bir nümunədir. Həzrəti Peyğəmbər özü buyurur, Peyğəmbərin dilindən. İmam Həsən əleyhissalamın dilindən də var. Buyurur ki, gecə anam Fatiməni mehrabda ibadət edərkən gördüm. O qədər rüku, səcdə etdi ki, səhər açılmağa başladı. Gördüm ki, anam bütün möminlərə dua edir, onların adını çəkir. Barələrində həddindən artıq dua edir. Ancaq özünə heç dua etmirdi. Dedim, yəni uşaq öz anasını görür ki, ana bu cür dua edir. Dedim, anacan, başqaları üçün dua etdiyin kimi, bəs nəyə görə heç özünə dua etmirsən? Cavab verdi, oğlum, əvvəl qonşu, sonra evin içi. Əl-car, thumməd-dar, məşhur kəlamdır. İmam Həsən əleyhissalam buyurur bunu. Ki, mən anamı gördüm belə eləyir. Əvvəl qonşu, sonra ev. Biz bu xanidanın sevənləriyik, onların ardıcıllarıyıq ki, əvvəl qonşunu düşünür, sonra özünü düşünür. Bu fədakarlığın bir nümunəsidir. Başqalarını qabağa salmağın bir nümunəsidir. Alicənablığın nümunəsidir bu.
Həsən Bəsri ki, məşhur arifdir, Əhl-i-Sünnə üçün çox əziz adamdır. O deyir ki, bu ümmətin arasında Fatimə qədər ibadət edən yoxdur. O qədər ibadətlə məşğul olardı ki, ayaqları şişərdi. Yəni, Allahın huzurunda dayanıb namaz qılmaqdan, ibadət etməkdən ayaqları şişərdi. Allahın qorxusundan namazda özündən gedərdi. O qədər ağlayardı. Və bu onun ibadətinin bir qısa xülasə nümunələri idi ki, nə qədər hədis kitablarımızda buna oxşar kəlamlar var, buna oxşar hədislər var ki, Fatimə Zəhra salamullahi aleyha bax bu cür Məryəm xanım kimi ibadətə aşiq idi. Amma o övladlar tərbiyə etdi ki, o övladlar cəmiyyətin liderləridir. İmam Həsən və İmam Hüseyn. Xanım Zeynəb salamullahi aleyha. Burada da Məryəm xanıma oxşur. Məryəm xanım İsa peyğəmbəri cəmiyyətə təqdim etdi. Fatimə Zəhra, Həsən, Hüseyn, xanım Zeynəbi cəmiyyətə təqdim etdi. Əleyhissalam. Məryəm xanım öz peyğəmbərinin, öz imamının uğrunda bütün təhlükələrə sinə gərdi. Özünü oda atdı, belə deyək. Özünü təhlükənin ortasına atdı. Uşaq dünyaya gətirdi və cəmiyyətə təqdim etdi. Və təhlükənin düz içinə girdi. Fatimə Zəhra salamullahi aleyha da öz imamı üçün, Həzrəti Əmirül Müminin üçün odun içinə getdi. Mən istəmirəm o məsələlərə hal-hazırda toxunum. Özünü oda atdı. Bütün Peyğəmbərdən, Allahdan nə qədər o nüfuz toplamışdısa, hamısını xərclədi imam üçün. Hamısını. Və öz imamını müdafiə etdi. İmamın qarşısında dayananlarla mübarizə apardı. O çıxış etdi, o izah etdi, o yol göstərdi. O bir məşələ çevrildi. Onun o addımı əslində hidayət çırağıdır. Əslində yol... İslam tarixinin ən həssas anlarını, ən mürəkkəb o anlarını gör necə işıqlandırır Fatimə Zəhra ki, məsələlər nə idi? Fatimə kimin yanındadır? Fatimə nə istəyirdi? Bu önəmlidir Fatimənin həyatında. Bax, bütün bu cəhətlərə görə o Həzrəti Məryəmə oxşuyur və bizim də etiqadımıza görə Həzrəti Məryəmdən də üstündür ki, bunun öz bəhsi var, istəmirəm ona toxunum. Allah'a an verirəm onun izzət və cəlalına, bizi də Həzrəti Fatimə Zəhra salamullahi aleyhanı anlayan, onu başa düşən, onun yolu ilə gedən insanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.